Yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün 2022-ci il aprelin 23-də keçirilən 9-cu sinif buraxılış imtahanı suallarının izahına baxacağıq. Başlayaq birinci sualla. Bucaq A bettaya bərabərdir. Buraya yazırıq betta. Bucaq B 70 dərəcədir. Buraya yazaq 70 dərəcə. Bucaq C 30 dərəcədir. 30 dərəcəmizi qeyd eləyək. Bucaq D alfadır. Bura alfamızı yazaq. Bizə deyir alfa çıxılsın, bettanı tapın. Şərtdə də başqa bir şey yoxdur. Nə edirik? Buradakı bucaq eyni bucaqlardır, düzdürmü? X, X. Çünki qarşılıqlı bucaqlardır. Və biz bilirik ki, X plus 70 plus beta bərabərdir 180 dərəcəyə. Və həmçinin bilirik ki, X plus alfa plus 30 bu da bərabərdir 180 dərəcəyə. O zaman biz bu iki ifadəni tərəf-tərəfə çıxsaq, x-lar gedər, 70-dən 30-a çıxıram 40 dərəcə, plus betadan da alfanı çıxıram. Beta çıxılsın, alfa bərabərdir 180-dən 180 çıxıram, qalır 0. Beta minus alfa bərabərdir 40 sağa keçir, mənfi 40-a. Buradan da əksinə çevirsək, alfa minus beta bərabər olacaq 40 dərəcəyə. Doğru cavabımız 40, A variantı. Keçək ikinci suala. 3A plus 3B ifadəsini vuruqlara ayırın. 3-ü mötərizə xaricinə çıxardırıq. Qalır A plus B. Bərabərsizliyin ən kiçik natural həllini tapın. Bərabərsizliyi həll eləmək üçün 4-ü bölürük 2-yə. Olur x böyük bərabərdir 2. X 2-dən böyük bərabərdirsə, bura 2-nin özü də daxildir və ən kiçik natural ədəd elə 2 olacaq. Y kiçikdir 0 ifadəsini sadələşdirin deyir. Demək, 9-dan kökdən çölə çıxır 3. X üstü 4-dən kökdən çölə çıxır x-in kvadratı. Y üstü 6-dan kökdən çölə tək dərəcə, yəni y kub çıxdığına görə, tək dərəcə çıxdığına görə və y mənfi olduğuna görə bu mənfi eləyir axı. Qarşıya bir dənə mənfi atırıq ki, mənfini yox eləyək. Sadələşdirdik, alındı cavab bu. Deyir, kəsri x-in hansı ən kiçik natural qiymətində düzgün olmayan kəsir olar. Uşaqlar, düzgün olmayan kəsir olması üçün surət məxrəcdən böyük bərabər olmalıdır. Yəni 5x plus 5 böyük bərabər olmalıdır 25-dən. Həll eləsək 5x böyük bərabərdir 20-dən, x da böyük bərabər olar 4-dən. X 4-dən böyük bərabərdirsə, burada mümkün olan ən kiçik ədəd 4-dür, D variantı. Tənliyi həll eləyindir. Vuraq açaq. 15x minus 20 plus 2x minus 8 bərabərdir 6. 15x ilə 2x-i toplayırıq 17x, mənfi 20, mənfi 8, mənfi 28 eləyir. 6-nın yanına keçəndə eləyəcək 34. Buradan da x bərabər olacaq. 34-ü 17-yə bölürük 2B variantı. Keçək 7-ci suala. Tənliklər sistemində XY hasilini tapın deyir bizə. XY hasilini tapmaq üçün nə edə bilərik? Baxırıq, tərəf-tərəfə toplayaq. Mənfi Y ilə müsbət Y gedir. 2x ilə x-i toplayırıq. 3x bərabərdir. 9 ilə da 12-ni toplayıram. 21. Buradan da x bərabər olur 7-yə. X 7-yə bərabər olacaqsa yerinə qoyaq. 7 plus Y bərabərdir 12. Buradan da Y bərabər olur 5-ə. X 7, Y 5. Hasili 35, D variantı. İfadənin qiymətinin tərsini tapın deyir bizə. O zaman nə edirik? 3-də 1 çıx 4-də 1-i hesablayaq. Ortaq məxrəci 12-dir. 12-ni 3-ə böləndə 4, 4-ə böləndə 3, 4-dən 3 çıxırıq, qalır 1. 12-də 1. 12-də 1-in kvadratı eləyir 144-də 1. 144-də 1-in də tərsi olur 144. 19-cu sual. AB çıx BC 1/2-dir. AB çıx BC. O zaman bu ifadəni sadələşdirək, görək başımıza nə gəlir. A çıx C-ni B plus C-yə vursaq, A uşaqlar, burada da A çıx C var, burada da A çıx C var. Biz elə bu A çıx C-ni ortaq vuruq olaraq çıxarda bilərik də. A çıx C vurulsun. B plus C ilə də B minus C-ni toplayıram digər mötərizədə. B plus C plus B minus C. Bu da bərabərdir. A çıx C qalır yerində. C-lər gedir. B ilə də B-ni toplayanda olur 2B. İndi baxın uşaqlar, buradan mən B-ni mötərizə xaricinə çıxartsam, qalacaq A çıx C. Bərabərdir 2-də 1, yəni 0,5. B vurulsun A çıx C. B vurulsun A çıx C. 0,5. Bir dənə də burada 2 vuruğu var. 2 vurulsun 0,5. Bu da verir bizə 1 cavabını. Doğru cavab A variantı. Gəldik 10-cu suala. Demək, bunların bərabər olduğu şəkildə göstərilib. Alfa, alfa. Bunlar bərabərdir. Beta, beta. Bunlara da yazırıq qamma, avtomatik, bu da qamma olur. Və bu üç bucağın ilə bu üç bucağı bir-birinə bərabərsə, demək ki, bu üç bucaqlar oxşardılar. Oxşardılarsa, oxşarlığı yazaq. Sıralamaya diqqət edək. Baxın, alfa, beta, qamma, A, M, D üç bucağı yazırıq. Üç bucaq A, M, D.
oxşardır. 3 bucaq. Bax necə getdik? Alfa, beta, qamma. Burada da alfa, beta, qamma. C, M, B-yə. C, M, B-yə oxşardır. İndi nisbətlər yazırıq. Məlum olan nə var? 9 var, 6 var, 10 var. 9 DM tərəfidir. Bax DM. 9-un eyni tərəfdə CM. CM nədir? 10-a nisbəti. Bərabərdir. 6 nədir? AM. AM 6-dır. Burada da eyni hissə CM-dir. CM nə qədərdir? Bir dəqiqə. AM 6-dır. Nəsə səhv elədi elə bil. DM 9 idi. Yazdıq 9. CM 10 idi. Yazdıq 10. Sonra nə götürdük? AM. DM. Mən burada DM-nə niyə CM götürmüşəm ki? DM, baxın, DM budur. DM 9. DM-ə uyğun gələn BM-dir uşaqlar. BM, hə. BM. BM x-dir. Bura x yazırıq. Onun yerinə mən x yazıram. AM-lə CM eyni yerdə dayanır. AM 6-dır. CM 10-dur. Çarpaz vursaq 6x bərabərdir 90-a. Buradan da x bərabər olacaq 15-ə. Doğru cavab 15 Y variantı. Bu rəqəmlərdən bir dəfə istifadə etməklə alınan ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın. Ən böyük deyirsə, böyükdən kiçiyə doğru düzək. 9, 8, 4, 3, 2, 1. Ən kiçik də deyirsə, kiçikdən böyüyə. 1, 2, 3, 4, 8, 9. Cəmini deyir. 1 ilə 9, 10, 0, 1 yadda. 2 ilə 8, 10, yadda 1, 1 yadda. 7, yadda 1, 8, 7, 0, 1 yadda. 10, 11. Doğru cavabımız elədir bu. Əbob 74 102, Əkob 74 102-nin 5-ə bölünməsindən alınan qalıq. Uşaqlar, Əbob AB-ni Əkob AB-yə vuranda bu eləyir A vur B. Yəni 74 vur 102. 74 vur 102-nin 5-ə bölünməsindən alınan qalıq. Son rəqəmlərə baxaq. 4, 2. 4-ü 2-yə vuranda son rəqəmimiz bitir 8 ilə. 8-in də 5-ə bölünməsindən alınan qalıq olur 3. 13-cü sual. Verilənlərə əsasən şəkildəki fiqurun perimetrini soruşur bizdən. 6, 4, 5, 8. Amma bura məlum deyil bizə. Gəlin buranı tapaq. Buranı tapmaq üçün mən buradan aşağıya bir dənə düz xətt çəkirəm. Düz. Əgər buradan bura qədər olan məsafə 4-dürsə, buradan aşağıya qədər olan məsafə də 4-dür. Əgər bura 4-dürsə, bura 5-dirsə, bura avtomatik 3 olur. Pifaqora əsasən. Bura 6-dırsa, aşağıda 6 olur. O zaman bu AY-nin uzunluğu olur 9. Yəni 6 plus 4 plus 5 plus 9 plus 8. 10, 15, 24, 32. Doğru cavabımız A variantı. Gəldik bura. Deyir AB toxunanda AB 6 verilib. BC sualdır. BC-yə bir dənə x yazırıq. BM 9-dur. BM 9-dursa bütövdə BM. Bizim düsturumuz var idi toxunanla bağlı. AB-nin kvadratı bərabərdir. BC vurulsun BM-ə. BM-ə. AB 6, 36 bərabərdir. X vurulsun. BM-dəki 9-dur. X də bərabər olur 4-ə. Doğru cavab A variantı. Keçdik 15-ci suala. Ərintidə 75 qram qızıl, 300 qram gümüş var. Ərintinin neçə faizini qızıl təşkil edir? Qızıl surətdə 75 qram qızıl ərintinin deyir. Deməli, ərinti bunların ikisinin cəmidir. 375, 375. Yəni 75, 375-in neçə faizini təşkil edir? 75 ilə 375-i 5-ə ixtisar aparsaq, burada qalacaq 15. Burada da 5-ə ixtisar aparsaq, qalacaq 75. 75 ilə də 15 ixtisar gedir 15-ə 5. Burada da 1. 100 ilə 5 ixtisar gedir, qalır 20. Doğru cavabımız 20. 16-cı sual. K-nın hansı qiymətində tənliyinin köklərindən biri digərindən 3 dəfə böyükdür? Uşaqlar, deyir tənliyinin köklərindən biri digərindən 3 dəfə böyükdür. Mən bu misala baxanda görürəm ki, bizim tənliyimizin kökləri, yəni x1 ilə x2-nin cəmi 12-dir. Tənliyimizin köklərinin cəmi 12-dir. Və deyir ki, biri digərindən 3 dəfə böyükdür. Biri digərindən 3 dəfə böyükdürsə, birinə x qoyuruq, birinə 3x qoyuruq. Bu da eləyir 12. 4x bərabərdir 12, x də bərabər olur 3-ə. Bir kökümüz oldu 3, digər kökdə bundan 12, 3 dəfə böyükdürsə, 3 üçün 9. 1 kök 3, 1 kökdə 9. Nə deyirdi? K-nın hansı qiymətində? K da axı uşaqlar x1 ilə x2-nin hasilinin yerində dayanır. Bir kökümü 3 tapdım, bir kökümü də 9. 3-ü 9-a vururam, alıram 27. Doğru cavab Y variantı. Keçirəm 17-ci suala. Paralelipipedin
tərəflərindən biri 5 sm və hündürlüyü 6 sm, həcmi 60 kub santimetr olarsa, tam səthinin sahəsini tapın. Tərəflərindən biri 5, hündürlüyü 6-dır. Uşaqlar, həcm tapılır A, B, C düsturu ilə. Və tərəflərindən biri 5-dir, vurulsun 6, üçüncü tərəfi bilmirik. Bərabərdir, həcmdə 60-dır. C tərəfini tapanda da 60-ı bölürük 30-a, C tərəfi olur 2. Deməli, A-mız oldu 5, B-miz oldu 6, C-miz də oldu 2. Buradan qeyd edeyim. Tam səthinin sahəsini soruşur bizdən 17-ci sualda. Tam səthin sahə düsturu da S bərabərdir 2 vurulsun AB, üstə gəl BC, üstə gəl AC şəklindədir. 2 vurulsun AB 5 vur 6, BC 6 vur 2, AC-dəki 5 vur 2. Bərabərdir 30, 12, 10. 42, 52. 2-ni də vururam 52-yə. Doğru cavab 104. Yəni B variantı. Gəlirik 18-ci suala. Deyir ki, 3, 5, 7. Median 13-dür. Median nədir uşaqlar? Median, əgər ədədlərimiz tək saydadırsa, ortada dayanan ədəd, cüt saydadırsa, ortada dayanan 2 ədədin ədəd ortası. Sondan eyni sayda ədədləri silək. 7, 17. Ortada 2 dənə ədəd dayandı. X, Y. Deməli, median X plus Y böl 2-dir. Və median 13-dür. Burada da X ilə Y-in cəmi verir bizə 26. X, Y hasilinin ən böyük qiymətini soruşur. X, Y hasilinin ən böyük qiyməti. Uşaqlar, cəm 26 olan çox ədəd var. 1 ilə 25, 2 ilə 24, nə bilim 3 ilə 23 və s. Hasilin ən böyük eləmək üçün bunlar bir-birlərinə ən yaxın olmalıdırlar. Yəni, bərabər. 13, 13. O da olur 13 vur 13, 169. 169, 20 yerləşmədi bura. Doğru cavabımız 169 oldu. 19. Tərəfləri 13,4 və 4,9 olan üçbucağın üçüncü tərəfinin ən kiçik tam qiyməti neçə ola bilər? Üçbucaq bərabərsizliyini icra edirik. Üçbucaq bərabərsizliyinə əsasən üçbucağın üçüncü tərəfi C olaraq qeyd eləsək, digər iki tərəfin cəmindən kiçik olur. 13,4 ilə 4,9-u toplayırıq. Üstə gəl 4,9. Fərqindən isə böyük olur. 13,4-dən çıxırıq 4,9-u. 13,4-dən 4,9 çıxanda 5, 8,5. Toplayanda da 17, 18,3 eləyir. Nə deyir? Ən kiçik tam qiymət. 8,5-dən böyük ən kiçik ədəd qalır 9. Deyir, verilmiş nöqtələrdən təsadüfən seçilmiş hər hansı birinin çevrəyə qədər məsafəsinin radiusdan kiçik olması hadisəsinin ehtimalını tapın. Hər hansı birinin çevrəyə qədər məsafəsinin radiusdan kiçik olması. Baxın uşaqlar, bu mərkəzimizdir. B-dən çevrəyə, yəni B, nə deyir? Təsadüfən seçilmiş hər hansı birinin çevrəyə qədər məsafəsinin radiusdan kiçik. Əslində, burada çevrəyə qədər yox, çevrənin mərkəzinə qədər desəydi daha yaxşı olardı. Çünki, məsələn, B nöqtəsi çevrənin üzərindədir. B-dən çevrəyə qədər məsafə 0-dır. A-dan çevrəyə qədər olan məsafə qısadır. Yəni, bunu müəyyənləşdirmək olmur. Ona görə çevrənin mərkəzinə qədər. Baxın, uşaqlar, F-dən çevrənin mərkəzinə qədər məsafə ilə radiusa bərabərdir. Amma burada deyir ki, radiusdan kiçik. B-dən çevrənin mərkəzinə qədər məsafə radiusa bərabərdir. A-dan çevrənin mərkəzinə qədər məsafə radiusdan böyükdür. Amma P-dən, Y-dən, D-dən və C-dən çevrənin mərkəzinə qədər olan məsafə radiusdan kiçikdir. Yəni, 4 dənə bizim əlverişli halımız var. Ümumi 7 dənə nöqtə var, onlardan 4-ü dediyi şərti ödəyir. Deməli, ehtimal olur 7-dən 4. 21-ci sual. Düzbucaqlının uzunluğu enindən 3 cm böyükdür. Deməli, eni x, uzunluğu x plus 3. Toplayırıq, 2-yə vururuq, perimetri 26-dır deyir. 2x plus 3 bərabərdir 26-nı 2-yə bölürük 13. 2x bərabərdir 5, daha doğrusu 10. 2x bərabərdir 10, x bərabərdir 5. Sahə soruşur. Deməli, bizim enimiz 5, uzunluğumuz isə 8 olur. 5-i də 8-ə vururuq, 40. Keçirik 22. 3 binanın hündürlükləri nisbəti 11 böl 14 böl 17 və hündürlükləri cəmi 84-dür. O zaman 11K plus 14K plus 17K bərabərdir 84-ə. 25
30, 12, 42K bərabərdir 84-ə. K da bərabər olur 2-yə. Daha sonra bizə nə deyir? Hər birinin ilk mərtəbəsi 4 metr və digər mərtəbələri isə 3 metr olarsa, ən kiçik binanın neçə mərtəbəsi var? Hər binanın ilk mərtəbəsi, deməli, binanın hündürlükləri 22 metr, 28 metr və 34 metr şəklindədir. İlk mərtəbəsi 4 metrdir. Digər mərtəbələri 3 metr. İndi baxın uşaqlar, neçə mərtəbəsi, ən kiçik binanın neçə mərtəbəsi var deyir. Ən kiçik binanın 11 vurulsun 2, yəni 22 metr hündürlüyü var. Bu 22 metr hündürlüyün birinci mərtəbəsi 4 metrdir. Birinci mərtəbəsi 4. Yəni birinci mərtəbəyə 4 metr getsə, 22-dən 4-ü çıxırıq, geriyə qalır 18 metr. 18 metrin də 3 metrlik, deməli 6 dənə mərtəbəsi var. Birinci mərtəbə plus əlavə 6 dənə də mərtəbə gəlir. Deməli ümumi 7 mərtəbəli binadır. Gəldik bu. Diametrin uc nöqtələri olarsa bu çevrənin tənliyini yazın. Hə uşaqlar. Çevrənin tənliyini yazmaqdan ötürü baxın, bu bizim çevrəmiz. Bu bizim mərkəzimiz. Diametrin uc nöqtələri buradır. Biri buradır, biri buradır. Çevrənin tənliyi bizdə belədir. X minus A-nın kvadratı üstə gəlinsin Y minus B-nin kvadratı bərabərdir R-in kvadratı. Bu iki nöqtə arasındakı məsafəni tapaq. İki nöqtə arasındakı məsafəni tapanda bu olacaq bizim diametrimiz. Yarı böləcək olacaq radiusumuz. Radiusumuzu tapmış olacağıq. Burada yazaq bunu. Demək, iki nöqtə arasındakı məsafə. Kök altında x2 çıxılsın x1, mənfi 3 çıxılsın 5-in kvadratı, plus 3 çıxılsın mənfi 3-ün kvadratı, bu da bərabərdir. Kök altında bu eləyir 8-in kvadratı 64, bu eləyir 6-nın kvadratı 36, eləyir 10. 100, oradan da çıxır 10. Deməli bizim diametrimiz 10'dur. Demək ki radiusumuz 5'dir. Radiusumuz 5'dirsə, tənliyimizdə R-in kvadratının yerinə 5 yazacağıq. R oldu 5. Bəs mərkəzin koordinatları necə tapaq? Bax, uclar 5, mənfi 3 və mənfi 3, 3'dür. Mərkəz bunların ortasıdır. 5 ilə mənfi 3'ü toplayıram. Eləyir 2, yarı bölürəm 1. Mənfi 3 ilə 3'ü toplayıram 0, yarı bölürəm 0. 1, 0. Deməli, mərkəz 1, 0'dır. Deməli, x çıxılsın 1'in kvadratı plus y çıxılsın 0'ın kvadratı olanda bu elə y-in kvadratı olacaq. Radiusumuzda 5 tapdıq. Bərabərdir 25. Deməli, çevrənin tənliyi oldu bu. Gəldi 24-cü məsələyə. Nə deyir 24-cü məsələdə? B-nin hansı qiymətində x kvadrat funksiyanın qrafiki 1,5 nöqtəsindən keçir. Üçün uşaqlar 1,5 yerinə qoyuruq. 1'i x-in yerinə, 5'i də y-in yerinə. 1 plus 2b çıx 4 bərabərdir 5. 2b bərabərdir mənfi 3 eləyir, sağa keçəndə 8. B də bərabər olur 4'ə. Doğruca B variantı. 25-ci sual. A çoxluğu ondan kiçik mürəkkəb ədədlər çoxluğu, ondan kiçik mürəkkəb ədədlər var. Demək 4, 6, 8 və 9. B çoxu da 1, 2, 4, 8. Birləşmədə neçə dənə element var? 4, 6, 8, 9'u əlavə edirəm. 1'i, 2'ni, 4, 8 zaten burada var. 1, 2, 3, 4, 5, 6 dənə element var. Doğru cavab C variantı. Bu da oldu sonuncu sualımız.